Herkese selam, ben Ferit. Bugün size static routing hakkında danışacağım. Static routingin nə olduğunu göstərməzdən əvvəl gəlin əvvəlcə routerlər vasitəsilə bu şifrələri əlaqələndirək. Ben burada PT routerdən istifadə edəcəm. Deməli, 4 dənə router əlavə edək. 1, 2, 3 və 4. Daha sonra bunları switchlərlə əlaqələndirək. Gələk. Mesela bunda fast ethernet portudur. Portlar var. Bu fast ethernet portlarını çıxardaq. Birinci elektriği söndürək. Bütün portları çıxardaq və yaxud birbaşa MPT, PT routerindən istifadə edə bilərik. Burada var idi PT, MPT. 2, 3, 4. Və burada nə edək? Fast yox, fast yox. Məsələn, switch əlaqələndirmək üçün switch əlaqələndirmək üçün bu gigabit ethernet portumuz olsun. Bu ikisi arasında fərqə baxıram nədir. Bu routerler arasında da fiber əlaqə olsun. Ben bu routeri digərlərini kopyalayıb yapışdıracağam. Neyim? Buradan belə ikisini də bura kopyalayaq. Bu və bu iki router 3 bağlantı sahib olacaq. Gigabit ethernet bura, fiber və fiber. Ona görə bunlara bir ədəd daha fiber əlavə edirəm. Fast VGE əlavə elədim. İndi isə əlaqələndirməyə başlayaq. Gigabit ethernet və bura gigabit ethernet seçdik. Bunu tez əlaqələndirsin. 1, 2, 1, 2. Bura olsun belə. Bunları bundan, bunu bundan, bunu da bununla. Oldu deməli. Bu bizim sadə deməyək, biraz mürəkkəb 4 ədəd lokal şəbəkəmizdir. Routerlər vasitəsilə əlaqələndirmişik və bu routerlərin API konfigurasiyasını etməmişik elə ki. Neyə indi? Planlama ilə başlayaq. Bunların hər birinə bir ad verək. IP olarak 192.168.1 Ctrl A, Ctrl C 1.x olsun bura. Bura verək 2.x, bura verək 3.x, bura verək 4.x. Mən IP adreslərini verdik. Default gateway'lər olaraq istifadə edəcək 192.168.1.1 adresini. Kompüterlərə DHCP protokol vermək üçün DHCP ilə işləmək statikdən işləyək elə ki, sadə olsun biraz. Vaxt ikisi olmasın. Az avtomatik vermiş dedim, niyə veribdi? Və kompüterlərə IP adresləri verdik, default gateway'ləri də verdik. İndi nə edək? Routerləri konfigurasiya edək. Burada config device sönür deyə işləmədi. Hamısını qoşularla gətirək. Burada gördüyümüz kimi bəlkə booting eləyir. Bunu biraz vaxt olaraq qabağa çəkək. Artıq düzəlməlidir. CLI, bəli, menümüz hazırdır. İnterfeysə girək. Bu hansı? İndi baxaq. Gigabit 9.0 birləşib aşağı. Buranın IP adresi olacaq
192 168 1.1. İndi routerlər arasında əlaqəyə necə bir şey, necə bir üsulla əlaqələnirik onu deyim. Məsələn, bura deyək ki, 10-cu magistral yoldur. 10-cu magistral yolun birinci tərəfi və ikinci tərəfi. Sadə yolla belə izah edirəm mən, çünki özümdə belə yadda saxlamışam bunu. Gələk indi 8-ə məsələn. Bunun 10-cu magistral yolu deyək, 192 168 10.1-ci tərəfdir bu. Oldu birinci tərəf. Bu IP adresini kopyalayaq. Digərinə gələk. Hansıdır bunda? 8.0 10 eləyək. Bu artıq ikinci tərəf olacaq və hazırdır. Biz bu routerlər arasında əlaqə yarada biləcəyik. Neynək 9-cu əlaqə inir aşağı. Bura nədir? 192 168 2.1 enter elədik. Sağ tərəfində gedəcək. Bayaq 10 idi, indi 20 olsun. 192 168 20.1. Burada da yeni qaydada enter 20.2 olacaq. Aşağı gedən port 9-cu portdur. Aktivləşdirək. Olacaq 192 168 3.1. Sağ gedən olsun 192 168 3 yox 30.1. Necə 192 168 30.1. Porta 10 eləyək. Sağ içək. Buradan 8 10 192 168 30.2 olmadı. 30.2 və aşağı inen portda olacaq IP adresi 192 168 4.1. Hazırda IP adreslərini verdik. İnterfeysdən hər bir portu konfigurasiya elədik. Biz qabağa çəkək bunu, buradakı port. Aha. İndi burada nə olacaq? Birinci lokal şəbəkəni test edək. Lokal şəbəkə hamısı successfuldur. Qonşu şəbəkələri yoxlayaq. Qonşu şəbəkələr məlumat gedirmi? Failed oldu. Niyə? Çünki bu öz tərkibində olan IP adresini görür. Yan routerdə olan IP adresini görmür. Bunun üçün nə edəcəyik? Routerə gəlirik. Buradan statik və bizim gedəcəyimiz IP adresi hansıdır? 192 168 2 nöqtə. Buna nə yazsaq 0 olaraq götürəcək. Məsələn 1 yazaq. Bunu axırda bura əlavə eləyəndə 0 olaraq əlavə edəcək. Maskımız olsun 255 255 255 0. Ctrl A Ctrl C deyək bunu. Next stop hansı yol vasitəsilə gedəcək? 192 168 bizdə buradakı yol 10 idi. 10.2 2 bu hissə, yəni bura gedəcək. Add edək. Dəqiq niyə olmadı? 10.1 IP adresi neysə düz deyil. Deyir. 2.0 edək bunu. Problem nədir? This router. Problemimizə baxaq, görək niyə alınmadı simulyasiyada. Hamısını delete edək. Qonşu şəbəkələr arasındakı əlaqəyə baxaq. Gəldi switchə, buradan routerə. Router tanımadı, geri cavab göndərdi. İndi burada static routing'e təzədən gələk. 192 168 2.1. Maskımız 255 255 255 0. Next stop adresimiz 192 168 10.2. Inconsistent address and mask. Bunu 0 edək. 0 edəndə oldu artıq. Məsələn 192 168 2 və 24 arasındakı portlar buna aiddir. İndi yoxlayaq
Həmçinin digər router üçün də bunu edək. Static routing 2 biz geri reply alanda eyni yol izləyəcək. Bu router də buranı tanımalıdır. Static routing 192.168.1 1.0 maskımız 2.5 ve 0 next hop 192.168 10.1 əldə edək və yenidən yoxlayaq. Switch gəldi, switchdən routerə, routerdən bura. Niyə olmadı bu? Paket delete edək, təzdən yoxlayaq. Routerə gəldi, routerlər arasında əlaqə getdi. Switch gəldi və kompüter gəldi, successful oldu. Uğurlu olaraq tamamlandı və bunu eyni qaydada digər adreslərə də eləməliyik. Burada məsələn 4-cü biraz bizə vaxt kilsə edəcək, öncə 4-cü şəbəkəni silirəm. Biz bu üç şəbəkədə işləsək daha tez bitər. Static routing network'ımız 3.0 maskımız 255.255.255.0 next hop adresi nə olsun 192.168 buradan gedəcək. Bizim buranı tanımır, bu yolu tanımır. Biz nə edəcəyik? Deyəcək ki, əgər belə bir adresə məlumat gəlsə, bu yola göndər. Bu yoldan artıq bu routerin özü tənzimləyəcək, hansı getməlidir. 10.2 hazırda birinci routerimizin statik IP adresləndirilməsi. Statikə gəlirik. Sağ tərəf üçün 292.168 3.0 255.255.0 next hop 3'e getmək üçün buranı istifadə edəcək bu hissəni. 292.168 20.2 oldu. Sonuncu routerimizdə yoxlayaq. Deməli, statik 192.168 1.0 üçün maskamız next hop adresimiz 192.168 20.1 Ctrl A, Ctrl C deyək bunu. Aynı qaldı. Onda birbaşa bunu da 2'ye də yazaq. Add edək və hazırdır. Static routing elədik. Məlumatları göndərməyi yoxlayaq. Bütün senaryoları delete edək, real time-də qalsın. Görə işləyir yoxsa yox. Birinci qonşu şəbəkələr arasında yoxlayaq. Successful və bundan digərinə in progress. Failed oldu, niyə? Birinci silək. Failed oluna baxaq. Gəldi ortaya. Routerdən bunu qəbul eləmədi, niyəsə. Geri cavab gəldi. Reset simlə siləyək bir dəqiqə. Successful oldu. Yenə bağlardan biri. Və uzaq məsafəli şəbəkələri yoxlayaq. Birinci və üçüncü şəbəkəni. In progress. Başlatdıq. Gəldi switch'ə. Switch burada routerə göndərdi. Router də baxdı ki, bu 192.163-cü hissən paketdir. Göndərdi bura. Router buradan da baxdı. 3-cü hissən paketdir. O da göndərdi bura. Gəldi bura. Qoz kompüterinə gəldi. Cavab qayıtdı. Və successful. Bu da hazır. Bugün sizlərə static routing göstərdim. Static routing vasitəsilə qonşuluqda olmayan şəbəkələrin necə deyim, IP adreslərini öyrənməsi üçün routerə məlumat verdik, konfigurasiya elədik. Bugünlük bu videodan bu qədər. Gələn videoda görüşənədək. Sağ olun, salamat qalın.